Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. İyul ayının 31-də nəhayət ki vaxt eləyib bağımıza gələ bildik. Cecimləri açıblar. Efirdə yeni görüntü var, qonağımız gəlib. Good night. Salam aleyküm, axşamınız xeyir. Salam Fuad müəllim, necəsən? Sarsaqqal nədir basıb sən? Yəqin ki elmlə məşğulsun. Sağ ol. Üz qırxmağa vaxt yoxdursa ya elm xadimisən. Karl Marx da elədi, Friedrich Engels də, Nietzsche. Başarsan Ayhan da artıq elmə keçib ki, saqqalını uzadıb. Qoşa durun görüm sizin ikinize bir dənə sual verəcəm. Deyin görək, iyul ayı 31-dəndir. Nə gərək var idi ki, avqust ayı da 31-dən olsun? Növbə ilə cavab verin. Yol böyüyün. Mən oxumuşdum ama xatırlamıram. Mən deyim. Sən denə. Julius Caesar dedi ki, mənim ayım olan iyul 31-dən olsun. Sonra avqust gəlir hakimiyyətə. Deyir ki, niyə Sezarın ki 31-dəndir, mənim ki 30-dandır? Uşaq kimi qısqanır. Buna da 31. Deməli, avqustda Oktavian Avqust Julius Caesarın yiyəni idi, qohumu idi. O da ulduz xəstəliyinə tutulur ki, bəs mən kralam, nə idi onlar ki? Senatam, kralam. Julius Caesarın mənsəbi titulu nə idi? Qay Julius Caesar. İmparator deyirsən. İmparator. İmparatoruydu, Roma imparatoruydu. Sezar'ın Hansı yaxşı imperator olub onlar? İmparator yaxşı olmur. Yəni, Julius Caesar qeyri-qanuni olaraq hakimiyyətə gəlmişdi. Hakimiyyəti oğurlamışdı. Qəddar idi, diktator idi. Onu senatda sevmirdilər, ancaq qarşı da çıxa bilmirdilər. Hər kəsi azarlayırdı, incidirdi, deyirdi, mən dediyim olmalıdır. Onun oğlu kimi sevdiyi biri də var idi. Ayhan, kim idi o? Brutus. Baxmış ki, dədəmdir, məni himayə eləyib, nədir? Hər kəs sözləşir ki, senatda Julius Caesar senata gələndə hər kəs ona bir qılınc zərbəsi vuracaq. Vurmayan gələcək də bizdən deyil. Birinci zərbəni ilə Brutus vurur. Sən mi demədin? Məşhur söz var, biri o birinə xəyanət eləyəndə deyir, sən demə Brutus, heç olmazsa sən vurmazdın. Düz eləməyib ancaq. Heç olmasa Julius Caesarın əşməyini yeyibdi. Julius Caesarla bağlı hansısa bir film var idi. Siz uşaq olanda baxırdınız, mən də baxırdım. Ya mən baxırdım, siz baxırdınız. Qalliyalıların üstünə hücuma keçirlər. hə, filmin adı yadımda deyil. O kök oğlan nə idi? Asterix oldu. Asterix ilə Obelix. Filmin adı nə idi? Elə oldu. Adı elə idi, yoxsa Qalliyalı idi, nə idi? Bir neçə seriya idi o da. Bir neçə film də adısı 6-7 dənə Asterix Obelix filmi. Orada qadın da var idi. Julius Caesarın eşi Kleopatra idi. Misir kraliçası olub. Həqiqətən də Misir taxtının varisi imiş. Julius Caesar da ağıllı adammış. Ondan evlənir ki, Misir taxtını ələ geçsin. Julius Caesar öldürəndən sonra Kleopatra da ağıllıdır. O da bir nəfər ordu sərkərdəsi ilə nicaha girir ki, kömək eləsin, öz taxt sazına sahib olsun. O kim idi? O da məşhur adamdır. Bax, indi xatırlamıram. 5 dəqiqədən sonra yadıma gələcək. Ondan birlikdə Misirə gedirlər. Deyəsən, Kleopatra onun da başını yeyir. Mövzumuz nə idi? Harada dayandım? İyul ayının 30. Ona bildik yaxşı. Onu qısqandı Oktavian dedi ki, Avqustda 30 olsun mənim adıma. Yaxşı, tarixin yarandığı ilk vaxtlarda, ayların yarandığı neçə ay var idi bir ilimizdə? 13. 13? Bəli, sən 13. Düzdür. O 13 olmağa sərfəli idi ki, vergi yığanda ayın sayı nə qədər çox olsa bir ildə, 20 gündən, 25 gündən bir xəzinədə çoxlu pul gələcək. Ancaq Romada 10 ay idi. Birinci ay hansı idi? Mart. Mart. Sonra April, May. June, July, May, June, July, August,
Sentyabr, oktyabr, noyabr, dekabr. Hamısı da latın dilində saydı da. Deka 10 deməkdir. 10-cu ay dekabr. Ha. Okta neçədir? Okta Kimyadan keçirdiniz? no 9'dur. Oktant. Oktan ədədir və yaxud okta edir həndəsədən. Həmişə nədənsə Sentyabr. sentyabr Sep 9, 7 demek. sep 7, Set 7 demektir. Mən öyrətdim. Nova. 9. 9 demek. Nanotexnologiya var. Bəlkə ondandır. Nano sözüdür. No elə no elə 9. Deka 10'dur. Həmişə elə bir adlandırmada tıxanmış. Sonra ehtiyac hardan doğdu ki? 12 aya çəkdilər, gətirdilər. 2 ayda əlavə elədilər. Nəyə görə idi bu? Əvvəl ayların hamısı 30 gün idi. Sonra bəzilərini 31 elədilər. Bəs fevral niyə 28-dən oldu? Onlardan götürür. O avqust. Niyə fevral, yanvar yox? Çünki fevral axırıncı aydır da. Dekabr 10-udur. Yanvar 11, fevral 12. Məcbur qalıb ona kəsir əlavə elədilər ki, çatmadı da ona. Ancaq çox da ədalətli davranmayıblar. Yuli Sezarla Oktavian avqust biraz ədalətli olsaydı, fevralın da 30 gün olardı. Daha ədalətli olardı. Adlandırmada həmişə tıxanma olur ki, adlar verirlər, bir vaxtdan sonra bir şey tapamırlar, rəqəmlə davam edir. Məsələn, türkçədə də elədir ki, 10, 20, 30, 40, 50-nin ayrı adları var. Amma 60, 70, 8, 10, 9, 10. Sadəcə rəqəmlərlə adlandırmaya başlayır. Sonra gördülər ki, bu il ot biçimi mart ayındadır. Gələni düşür başqa aya. 20-30 gün fərq eləyir. Mütəmadilik davam eləsin deyə araşdırdılar. Daha dəqiqləşdirdilər ki, yer kürəsi Günəş ətrafında 365 gün küsürlə dolandığına görə onu da böldülər aylara və yenə də səhv oldu. 2 il müddətində səhvlik davam elədi. O vaxta qədər ki, Qriqoryan təqviminə düzəliş elədilər. 1900 neçənci ildə? 1500-də bir dəfə eləmişdilər. 1500-də düzəldildi. Ruslar 1900-də götürdü. Ruslar o təqvimlə getmirdilər əvvəldən. Deməli, çox geridəymişdir. Bəlkə də xəbərləri yoxmuş. 1500-cü ildə 15 gün olursa iləri atıldı. Ayın 4-ündən sonra 15 gün. 11 gün. Ona görəymiş. Fuad, sənin işlərin necə gedir? Elm sahəsində irəliləyiş əldə eləmisən. Belki disertasiya yazıram. Müdafiə bizdə dəvət eləyəcəklər bir valideyn olaraq, sənin ilk müəllimin olaraq. Dəvət deyəndə siz istəsəniz gələ bilirsiniz. Gəlmək asandır. Biletimiz geri alalar. 2 nəfərlik ya 4 nəfərlik. Gəlirik Strasburqa. Müdafiədə iştirak edirik. Əgər sən müdafiəni yaxşı elə bilmədin, mən əl qaldırıram. Gözləyin. Bu müdafiə yapılamaz. Nədən? Bəs orada bir dənə səhvlik var. Vergil var. Vergil qoymayıbsından sonra. Və yaxud plagiatlıq var. Araşdıracaqlar bütün internet səhifələrinə, saytlara girəcəklər ki, nədir plagiatlıq. Mən deyəcəm ki, o heç bir saytda nəşr olunmayıb. Mənim fikirlərimdən yararlanıb. Plagiat sayılmaz mı? Sən yazılı bir yerdə yoxdursa... Yazmasam da. Mən sən demişəm, sən daha ədalətlisən axı. Vicdanlılıq meyarı var, sən deyəcəksən düzdür. Bir dəfə maqnetizm haqqında söhbət eləyəndə oradan təsirlənmişəm. O yazılı yoxdursa, sən sübut eləyənməsin, ona görə keçərsiz. Yazılı yoxundursa, sübut kimi... Mən sübut eləyə bilmirəm. Bəs səndə vicdan ki, bəs bu filan kəsin ideyasıdır. Yəni, mən eləyə bilərəm, amma mən eləməsəm onu artıq məhkəməyə falan... Yox, sən etiraz edirsən ki, düzdür, bu müdafiədə şərikim var. Ancaq digər müdafiəni qəbul edən alimlər deyirlər ki, bəs sən bizi dolanmısan, bizim hamımızı yığmısan bir yerə. Burada qohumluq, qohumbazlıq keçməz. Bura Azərbaycan deyil. Bura Fransa.